Salam hörmətli müəllimlər. Bugünkü dərsimiz informatika fənninə həsr olunur. Biz bugün Şəfəq Ələkbərovanın təqdimatında modelləşdirmə mövzusuna dair müxtəlif test tapşırıqlarının izahı ilə tanış olacağıq. Salam Şəfəq xanım. Salam. Şəfəq xanım, modelləşdirmə mövzusuna dair müəllimlər hansı dərsliklərə müraciət etməlidirlər? Ümumiyyətlə bu mövzu hansı sinifləri əhatə edir? Modelləşdirmə ikinci məzmun sahəsi olan formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma məzmun sahəsinə daxildir və sertifikatlaşdırmada, imtahanda bu məzmun sahəsinə aid 25 sualın olması nəzərdə tutulubdur və sizin sualınıza gələcək olsam, əslində modelləri, onların növləri, modelləşdirmə mövzusu ibtidai siniflərdən öyrədilən bir mövzudur. Ancaq güman edirəm ki, imtahana düşən suallar 5-ci, 11-ci sinifi əhatə edən suallar olacaqdır. Yəni 5-ci, 11-ci sinif dərsliklərində bu mövzunun öyrənilməsi mümkündür. Təşəkkür edirəm informasiya üçün. Buyurun o zaman test tapşırıqlarının izahına keçək. Bəli, başlayaq test tapşırıqlarımıza baxaq. Birinci test tapşırığımızı oxuyuram. Zaman amilinə görə modellərin növlərini müəyyən edin. Modellərin müxtəlif amillərə görə növləri mövcuddur. Zaman amilinə görə növü isə statik və dinamik modellərdir və doğru cavabımız budur. Gördüyümüz bu test tapşırığı əslində faktoloji biliyi yoxlayan bir tapşırıqdır. Növbəti sualımız, bu da maddi modeli müəyyən edir. Modellərin növlərinə aiddir. Yenə də modellər bilirik ki, iki növə ayrılır. Maddi və informasiya modelləri. Maddi modellər obyektin fiziki özəlliklərini özündə daşıyan modellərdir. İnformasiya modeli isə obyekt haqqında informasiyanı daşıyır və oxuyuruq bir-bir bəndlərimizi. Kimyəvi elementlər cədvəli maddi model ola bilməz. Təyyarənin maketi, əlbəttə ki, bu artıq təyyarənin fiziki özəlliklərini daşıdığına görə elə doğru cavabımızdır. Proqramlaşdırma dilində yazılan kod informasiya modelidir, çertiyoj, sxem, bunlar hamısı da informasiya modelinin növlərinə aid nümunələrdir. Növbəti tapşırığımız əslində informasiya modellərinin cədvəl informasiya modeli növünə həsr olunan məsələdir. Bu tip cədvəl informasiya modelinə öyrənmək üçün məntiq məsələlərinə müraciət edirik. Məsələni oxuyuram. Aytac, Nəzrin, Mələk, Quba, Ələt, Masallı rayonlarında həkim, hakim, polis işləyirlər. Və məlumdur ki, Ələtdə işləyən polis deyil, Qubada işləyən həkimdir, Nəzrin Ələtdə işləyir, Aytac həkim deyil. Bu məlumatlara əsasən biz Mələyin hansı rayonda və hansı peşədə işlədiyini müəyyən etməliyik. Bu tip məntiqi məsələləri həll edən zaman dediyim kimi cədvəl informasiya modelindən istifadə olunur. Biz sətirlərdə adları, sütunlarda isə bu insanların, bu şəxslərin işlədikləri rayonları və peşələrini yazırıq. Ondan sonra hər bir bəndin üzərindən keçərək bizim üçün doğru olan xanalara üstəgəl işarəsi qoyacağıq. Doğru olmayan xanalara isə çıx işarəsi qoyaraq tapşırığımızın həllinə gəlib çıxacağıq. İndi oxuyaq. Ələtdə işləyən polis deyil, hələ bizə bir xanaya işarə qoymağa kömək etmir. Qubada işləyən həkimdir, bu da onu kimi. Lakin Nəzrin Ələtdə işləyir deyiriksə, bu o deməkdir ki, Nəzrin və Ələt kəsişməsində olan xanaya üstəgəl işarəsi qoyuruq. Və biz bilirik ki, birinci bəndə əsasən Ələtdə işləyən polis deyil. Bu o deməkdir ki, Nəzrinin ixtisası polis deyil. O xanaya artıq çıx yazırıq. Və eyni zamanda gördüyünüz kimi Ələtdə bu işlədiyi sütun var, Ələt sütununda digər xanalara çıx və Nəzrinin qarşısında olan digər Quba və Masallıya da çıx işarələrini qoyuruq. Keçirik növbəti bəndimizə. 4-cü bənddə deyilir ki, Aytac həkim deyil. Deməli biz Aytac sətrindəki həkim sütununun kəşməsi və bu xanaya çıx işarəmizi yazırıq. Sonra nə etməliyik? Və əgər Aytac həkim deyilsə,
Deməli, həkim olan harda yaşayır? Qubada yaşayır. Aytac heç Qubada da yaşamır. Və bununla biz artıq Aytacın harada yaşadığını müəyyən edirik. Masallıda yaşayır. Eyni zamanda da mələyin harda yaşadığını müəyyən edirik. Mələk Qubada yaşayır. Və bundan sonra Qubada yaşayanın da həkim olduğunu bildiyimizə görə avtomatik olaraq həkim xanasına üstəgəl işarəsini qoyuruq. Digər xanalara çıx işarələrini də düzdükdən sonra biz Aytacın polis olduğunu müəyyən edirik və Aytac polis olduğuna görə hakim ola bilməz və bir dənə bizdə qalır Nəzrinin ixtisası, o da hakimdir. Və əslində məsələnin yarısında bizə verilən sual ki, mələyin hansı rayonda və hansı peşədə işlədiyini müəyyən etmiş olduq. Amma yenə də biz məsələni axıra qədər apardıq və öyrəndik ki, bizim mələk Qubada həkimdir. Növbəti test tapşırığımıza keçirik. Bu test tapşırığı qraf informasiya modelinə həsr olunmuş test tapşırığıdır. Populyar tapşırıqlardır. Qraflar ümumiyyətlə mövzu olaraq da populyar mövzulardır. 9-cu sinifin dərsliyində geniş şəkildə izahı da var. Qraflar mövzusunda ən çox nələrə toxunmalıdırlar? Məsələn, bir təpədən digər təpəyə gedən müxtəlif yolların sayı, bir təpədən, məsələn, hansısa başqa bir təpədən keçmədən gedən yolların sayı, bir də ən qısa yolun tapılması. Bu mövzular, bu tip məsələlər geniş yayılmış məsələlərdir və güman edirəm ki, sertifikatlaşdırma imtahanında da olacaq yəni məsələlərdir. İndi tapşırığımız belə bir tapşırıqdır ki, verilmiş qrafda A təpəsindən H təpəsinə gedən müxtəlif yolların sayını müəyyən edin. Bu tip tapşırıqları həll etmək üçün mən aşağıdakı həll üsulunu, həll yolunu təklif edirəm. Məsəl üçün biz əgər A təpəsində varıqsa, oradan hərəkətə başlayırıqsa, A-dan A-ya bir yol var, ona görə təpənin qarşısında 1 yazırıq. Və A təpəsindən başqa hansı təpələrə getmək olur? Onları axtarıb tapdıqdan sonra müəyyən olur ki, A-dan B-yə getmək olur. B-dən yalnız A-dan gəlmək mümkün olduğuna görə orada bir yol var. C-yə də yalnız A-dan gəldiyinə görə orada 1 yazırıq, bir yol var. Bundan sonra keçirik D təpəsinə. D təpəsinə B-dən, A-dan və C-dən gəlmək mümkündür və bu artıq bizə 3 yolu verir. 1 üstə gəl, 1 üstə gəl, 1 3-ə bərabərdir. Sonra nə etmək olar? Y və F təpələrinə gedən yolların sayını tapırıq. Fikir verin. F-ə birbaşa C-dən gəlmək olur. C-yə əgər bir yolla gəlmək mümkünsə, deməli F-ə də bir yolla gəlmək olacaq. Y-yə birbaşa B-dən və D-dən gəlmək mümkündür. Əgər B-yə bir yolla, D-yə isə 3 yolla gəlmək mümkünsə, deməli Y-yə 4 yolla gələcəyik. Sonra gəlirik C təpəsinə. Burada 2 yolla gəlmək olar. Birbaşa D-dən 3 yolla, F-dən də 1 yolla. Deməli C-yə bizim 4 müxtəlif yolla gəlmə imkanımız var. Və nəhayət ki, biz H-a gələn yolları sayını tapırıq, müxtəlif yolların. H-a birbaşa Y-dən, C-dən və F-dən gəlmək olur. 4, 4 və 1-in cəmi bizə 9-u verir. Ona görə də doğru cavab 9-dur A-bəndi. Növbəti tapşırığımıza baxaq. Burada da verilmiş qraf informasiya modelində A təpəsindən Z təpəsinə Y təpəsindən keçməməklə neçə müxtəlif yolla getmək olar? Bax, bunları tapmalıyıq. Bizim məsələmizin şərtində Y-dən keçməmək var. Ona görə də Y-yə aparan bütün yolları və Y-dən çıxan yolları biz silirik. Bunlar istifadə olunmayacaq. Və yenə indicə baxdığımız test tapşırığındakı həll üsulundan istifadə edərək biz A-dan Z-ə gedən yolların sayını tapırıq. A-dayıqsa bir yolla orada ola bilərik. A-dan B-yə bir yolla gəlmək olar. C-yə birbaşa B-dən və A-dan gəlmək olur. Deməli, 2 müxtəlif yolla gəlmək olar.
D-yə gedən yollara baxaq. D-yə birbaşa C-dən və A-dan gəlmək olur. C-yə iki müxtəlif yolla, A-ya da bir müxtəlif yolla gəlmək mümkün olduğuna görə D-yə bu ikisinin cəmi, yəni üç müxtəlif yolla gəlirik, davam edirik. K-ya birbaşa C-dən gələ bilərik. İki müxtəlif yol var. F-ə həm C-dən, həm K-dan, həm D-dən, yəni 2 üstə gəl, 2 üstə gəl, 3, 7 müxtəlif yolla gələ bilərik. Sonra digərlərinə baxaq. T-yə birbaşa K-dan və F-dən yol var, eləyir 9. L-ə K-dan və T-dən yol var. 2 üstə gəl 9, eləyir 11. Sonra Y-yə gələn yola baxırıq. 9-dur, birbaşa T-dən gəlmək mümkündür. U məntəqəsinə gələn yol həm Y-dən var, həm L-dan var. Bunların cəmi bizə verir 20-ni və nəhayət ki, Z-ə 2 məntəqədən O məntəqəsindən 20 müxtəlif yolla, Y məntəqəsindən də 9 müxtəlif yolla gəlmək mümkündür. Onların cəmi də bizə 29-u verdiyinə görə əslində verilmiş şərtlərlə A-dan Z-ə 29 müxtəlif yolla gəlmək mümkündür. Növbəti tapşırığımız. Verilmiş qrafın qonşuluq matrisinin sətir və sütunu üzrə xanalarında ən çox bir yazılan təpə nöqtəsini müəyyən edin. Bildiyimiz kimi, hər hansı qrafın qonşuluq matrisini qurmaq mümkündür. Bu qonşuluq matrisinin sətirlərində təpələrin adı, məntəqələrin adı, sütunlarında da bu təpələrin adı olur. Əgər bir məntəqə digəri ilə birbaşa əlaqədə varsa, o xanaya 1, yoxdursa da 0 yazılır. İndi gəlin baxaq. Gördüyümüz kimi biz B təpəsindən, B təpəsi daha doğrusu 4 təpə ilə qonşudur. A təpəsi 2 təpə ilə qonşudur. Y 2 ilə, D 2 ilə, C 2 təpə ilə qonşudur. Deməli, bizdə ən çox bir yazılan sətir və yaxud da ki, sütun B təpəsinə aid olacaq. Və doğru cavab C bəndi B-dir. Bu test tapşırığında cədvələ əsasən A və D təpələr arasında ən qısa yolu müəyyən edin. Bildiyimiz kimi qrafların əsasında qonşuluq matrisi ilə bərabər çəki matrisi də qurmaq mümkündür. Bu zaman cədvəlin sütunlarında təpə nöqtələri, sətirlərdə də təpə nöqtələri yazılır və bir təpədən digər təpələrə gedən yolların çəkisi, belə deyim, bu onun uzunluğu ola bilər, bu ona çəkilən xərc ola bilər, müəyyən bir məlumatdır, həmin o xanada yazılır. Və hal-hazırda bu, deməli, ən qısa yolun tapılması, elə bir yol tapmalıyıq ki, A-dan D-yə gedək və onun cəmi ən qısa olsun, ən az olsun, belə deyim. Və baxırıq, A-dan 2 təpəyə getmək mümkündür. AB tilinin çəkisi 4-dür. AC tilinin çəkisi isə 8-dir. Deməli, bunların içərisindən ən qısasını tapırıq, əlbəttə ki, A-dan B-yə gedirik. A-dan B və 4. Bir də belə bir şey deyim ki, əgər biz hal-hazırda A təpəsindəyiksə, məsəl üçün, bu müəllimlərə necə rahatdır, elə işləyə bilərlər. Məsələn, mən işləyəndə nə edirəm? Olduğum təpəni, hal-hazırda olduğum təpəni sətirlərdəkiləri, gedəcəyim təpələr isə sütunları götürürəm. Məsələn, hal-hazırda A-dayamsa, B-yə gedirəm və o AB tilinin uzunluğu çəkisi 4-dür. B-də olduğuma görə keçirik sətirə. Deməli, hal-hazırda mən B-dəyəm və baxıram ki, birbaşa B-dən D-yə yol var və onun çəkisi də 1-dir. Və bu elə ən qısası olur. A, B-yə, B-dən D-yə çəkilərinin cəmi 5-ə bərabərdir. Bu da elə ən qısası olur. Nəyə görə? Çünki mən A-dan C-yə gedib, C-dən D-yə gedə bilərəm, amma A-dan C-yə artıq 8-dir və mənim tapdığımdan böyük olduğuna görə mən bundan imtina edirəm. Və mənim doğru cavabım D bəndi 5 olur. Növbəti tapşırığımıza baxırıq. Yenə də
çəki matrisi verilibdir və tapşırığımızda deyilir ki, uzunluğu cədvəldə göstərilən A, B, C, D, E, F yaşayış məntəqələri arasında yollar çəkilibdir. Əgər hər hansı bir xanada bir ədəd yoxdursa, o deməkdir ki, o təpədən digərinə birbaşa yol yoxdur və bizdən tələb olunur ki, ən qısa yolun uzunluğunu müəyyən edin. Yenə də etdiyimiz üsulla baxırıq ki, A-dan gedilə bilən yollar bunlardır və onların arasında ən qısası B-dir. A-dan B-yə gələrik. Artıq biz B-dəyə keçirik sətrə. B-dən yalnız D-yə gedə bilərik. Onun da çəkisi 3-dür. Biz artıq D-dəyik. D-dən də birbaşa F-ə yol var. Onun da çəkisi 3-dür. Və o çəkilərin cəmi bizə verir 8-i. Baxaq görək ki, digər üsulla getmək mümkündürmü? Mən məsləhət görərdim ki, digər üsulları yoxlasınlar. Məsələn, A-dan D-yə getmənin, A-dan F-ə getmənin mənası yoxdur. Bir A-dan C-yə getməni yoxlamaq olar. A-dan C-yə gedərik 4, C-dən D-yə gedərik 7 və artıq D-dən də F-ə gedəndə bu da 8-dən böyük bir ədəd alındığına görə bundan da imtina edirik və doğru cavabımız olur 8 C bəndi. Və bununla da modelləşdirmə mövzusuna aid bütün test tapşırıqlarına baxdıq. Ümid edirəm ki, bu test tapşırıqları müəllimlər bizə kömək olar və hər bir müəllimə uğurlar arzu edirəm. Şəfəq xanım, ətraflı izahınıza görə təşəkkür edirik. Ümid edirik ki, həm sizin izahlarınız, həm də əvvəldə qeyd elədiyiniz kimi müəllimlər dərsliklərə nəzər salsalar, orada olan materiallara bir də üzərindən keçsələr, o zaman daha yaxşı hazırlaşa bilərlər və imtahanlarda uğurla başa vurarlar. Mən də ümid edirəm. Sağ olun. Siz də sağ olun. Əziz müəllimlər, biz bugünlük verilişi yekunlaşdırırıq. Növbəti buraxılışlarda görüşənə qədər.